və uğurla təşkil olunan Dünya Şəhərsalma Forumu 21-ci əsrdə urbanizasiyanın inkişaf etdiyi bir dövrdə şəhərsalmanın problemləri əsasında müasir cəmiyyətin yenidən qurulması məsələlərini müzakirə edir və mühüm qərarlar qəbul edir. Bu cəhətdən mən hesab edirəm ki, Azərbaycan yaxşı bir model təqdim edir. Azərbaycanda həm ölkəmizin böyük şəhərləri aparılan dövlət siyasət sayəsində uğurla genişlər və inkişaf edir. Həm də 2003-cü ildən Prezident İlham Əliyevin rəhbərliyi ilə təşkil olunan regionların inkişaf proqramı yeni şəhərlərin yaranmasına, şəhərlə kənd arasında fərqlərdən görülməsina, paytaxtla region arasındakı fərqlərin tamamilə yeniləşməsinə özünün böyük töhfəsini verir. Məncə dünyanın çox ölkələri üçün bu yaxşı bir modeldir. Və Azərbaycanın bu sərgidə apardığı müzakirələr və burada baş tutan diyalog Azərbaycan reallığını, Azərbaycan modelini dünya təqdim etmək üçün böyük şans verir. Eyni zamanda bu böyük şəhərsalma forumu dünya təcrübəsini öyrənmək üçün də maraqlı və əhəmiyyətlidir. Teşekkür ederim. Sağ olun.